Bəli, möhtəşəm Mingəçevir şəhərinə çatdıq. Qanun demişəm, ən böyük şəhərlərdən biri demək olar da, yəni. Nur şəhəri. Nur şəhəri. Yəni işıq şəhəri. Möhtəşəm 300 kilometr. Rovunu yazdığım kimi 300 kilometrdən sonra Mingəçevirə çatdıq. Salam olsun Mingəçevir şəhərində olan hər kəsə. Allah sizləri qorusun. 31-ci rayonumdur. 6 ay ərzində. Şükür Allah bunu bacardıq. Möhtəşəm tur, möhtəşəm motivasiya, çətinlik, yağış, leysan hər şeydən keçdik. Şükür Allaha və təbii ki bu oğlanla təbii ki yenə də yanımda olaraq həmişə 300 kilometr Bakıdan Mingəçevirə. Allah razı olsun qardaşlar. Bizə köməklə sağ olun. Var olasın.